Budur Çan'an UNI-V 2024 buraxılışı qarşınızda. Önceki videolarımızda qeyd etdiyimiz kimi Qiyuan A06 modeli Çində rəsmi satışa çıxarılmadı, yalnız ambardan satıldı. Hal-hazırda əgər maraqlıdırsa, stokda məhdud sayda A06 modelləri var, çox yaxşı qiymətə, ya da UNI-V modelini daha baha qiymətdən əldə edə biləcəksiniz. Çan'an şirkəti marketinq hiləsi işlədərək sadəcə loqonu dəyişərək bu modeli daha baha qiymətdən satmaq istəyir. Xatırladaq ki, indi gördüyünüz bu UNI-V modeli A06 ilə çöl və iç görünüşləri eynidir. Və bir daha xatırladım, A06 məhdud sayda boz və yaşıl rəngdə stokumuzda var. Maraqlıdırsa əlaqə saxlayın. Avtomobilin mühərrikləri eynidir, ona görə ehtiyat hissələrinə görə narahat olmaya bilərsiniz. A06'lar 2023 istehsalıdır. Bakı təhvili 17.600 dollardan, UNI-V 2024 istehsalıdır. Bakı təhvili 19.900 dollardan əldə edə bilərsiniz. 2300 dollar yalnız fərq bu gördüyünüz brendin logosuna görə, bir də istehsal ilinə görə ödəyirsiniz. Seçim sizin, avtomobil bizdən.